İzləyicilər bir daha salamlayırıq. Bugün qəhrəman şəhidlərimizin ocağını ziyarət etdikcə bugün vətən uğrunda canından keçən Zeynallı Rəşid Mədətoğlu'nda ocağında olmağı özümüzə borc bildik. Vətən üçün canından keçən antiterror şəhid. Bu ailədən iki qəhrəman. Biri isə Qazi 44 gün vətən müharibəsində Zeynallı Əziz Mədətoğlu da bu günləri Qazi. Hətta Mədət kişi özü də 1-ci Qarabağ müharibəsinin döyüşçüsü olub. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı. Karşında baş eğrəm, Allah sizi var eləsin. Ya Allah. Değerli kardeşim. Deməli bu günləri Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə 8 Martı şəhid anaların yanında olduq ki, yəni bilsinlər ki, bugün tək deyirlər. Bugün bir əşit bizdə olaraq gəlmişik sizin yanınıza. Allah sizi var eləsin. Və bu ailə həqiqətən bir qəhrəman ailədir. Birinci bu ailənin belə deyək, rəhbəri deyək, Mədət kişi özü 1-ci Qarabağ müharibəsində sinəsini qarşıya verib, belə deyək, silahlı Cumhuriyyət dövründə döyüşən igidlərdən olur və bu gün də onun övladı əziz qardaşımız 44 günlükdə şərəfsiz ermənilərin başını əzən qardaşımızdır, Qazi qardaşımızdır və sizin bir övladınız da şəhid. Allah ruhunu şad eləsin. Bəli, bu günləri sizlərin yanında olduq ki, Allahın köməyi ilə şəhid valideynlərin anaları, anamız olaraq ziyarət edək. Sağ olun, var olun. Hoş buldun hele mesela. Benim güzel anamdır. Ben bu evde, demirler seni ben bu evde büyümüşüm, bu evde yiymişim, içmişim. Ben de sana bir oğlum. Sağ olun. Ne de olsa bir damızda hediye olsa böyle hesap eder. Her zaman yanınızdayız sizin hamımızın. Sağ olun, var olun. Rıza kimi qohumun boyun yerə soxul. Evet, canlı da adam var. Olsun da. Deyib gülmək lazımdır. Nə dediniz? Burnumu nə dediniz? Səfər aydan uzundur, o burnu. Allah sizi var eləsin. Allah sizə can sağ versin. Analarımız qalır. Gedək onları da ziyarət edək. Sağ olun, xala. Öpürəm sizi. Qarşıda başa. Şuraya yerdədirlər. Sizə çatdırırıq şəhidimiz 44 gün vətən müharibəsi İsmailov Amid Eldaroğlu'nun ocağındayıq. Bu gün vətənimiz üçün canından keçən və bu günü bizə yaşadan qəhrəman şəhidlərimizdən də biri Allah ruhunu şad eləsin. Amid qardaşımızdır. Evlərində heç kim olmadığı üçün biz özümüzə borc bildik ki, şəhidimizin abidən önünə bax, gətirdiyimiz hədiyəni qoyuruq. İnşallah yaqın özləri görüb götürər. Allah cəm şəhidlərimizə rəhmət. Azı Qazilərimizə 99 şəfa, veteranlarımıza can sağlığı. Sağ ol.